Zəfər gününün 5-ci il dönümü münasibətilə Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrların müşayiəti ilə yürüşlər təşkil ediləcək. Hərbi qulluqçular noyabrın 6-sında saat 10:00-dan 12:00-a dək bu marşrutlar üzrə yürüş edəcəklər. Deməli, Bakı şəhəri üzrə yürüşlər Şəhidlər Xiyabanı, Alov Qüllələri kompleksi, İçəri şəhər metrosu, Qala qapısı, Azərbaycan Dövlət Kukla Teatrı, Azneft dairəsi, Bəhramgür heykəli, Musabeyev parkı, Abdurrahim bəy Haqverdiyev küçəsi, Hüseyin Cavid prospekti, Hüseyin Cavid parkı, Parlament prospekti, Şəhidlər Xiyabanı, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev sarayı, Nəsimi heykəli, Neftçilər prospekti, Sumqayıt şəhəri üzrə isə Dənizkənarı bulvar ərazisi, Naxçıvan şəhəri üzrə Dilqəm Pişəvari, Əziz Əliyev küçələri və Heydər Əliyev prospektinin kəsişməsindən Zəfər parkına dək Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə və prospektlərində də keçiriləcək.